Deməli, növbəti bölməmiz uşaqlar amper qüvvəsi cərəyanların qarşılıqlı təsiridir. Birinci sualdan başlayırıq. Hansı cihazın işində amper qüvvəsinin təsirindən istifadə olunur? Burada ampermetr olacaq. Doğru cavab Y bəndi. Ampermetr, voltmetr. Sonra üçüncü sual deyir, hansı qurğunun iş prinsipi maqnit qarşılığı təsirinə əsaslanır? Maqnit qarşılığı təsirinə əsaslanan uca danışandır. 3A. 5-ci sual, ampermetrin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? Dedik ki, amper qüvvəsinin təsirinə əsaslanır. Amper qüvvəsi maqnit sahəsinin cərəyanı çərçivəyə yönəlici təsiri deməkdir. Deməli, 5-ci sualda olacaq A. 7-ci sualda deyir, bir cins maqnit sahəsinin induksiya vektoru hansı istiqamətə yönəldikdə cərəyanın naqilə təsirinin amper qüvvəsi sıfırdır. Deməli, amper qüvvəsinin üstünü yazırıq. IBL sinus alfa. Burada dəqiq bilmək lazımdır ki, sinus alfa nədir? Sinus alfa cərəyan istiqaməti maqnit induksiya xəttləri arasındakı bucaqdır. Sinus ən böyük qiymətini 90 dərəcədə, ən kiçik qiymətini 0 dərəcədə alır. Yəni 0-da paralel xəttlər arasında qalan bucaqdır. Vektorlar deyir, bir müstəv üzərindədir. Deməli, cərəyan istiqaməti burada yuxarı verilib. Deməli, belə çıxır ki, B induksiya xəttləri də ona paralel olmalıdır. Paralel olan variant isə D-dədir. 3. Növbəti sual. 9. Deyir, bir cins maqnit sahəsinə, yəni B konstant qüvvə xəttlərinə perpendikulyar yerləşmiş cərəyanlı naqilə təsir edən amper qüvvəsinin sahənin induksiyasının modulundan asılı qrafikini soruşur. Düsturumuz IBL-dir və sinus alfanı da deyə bilərik. Perpendikulyar dediyinə görə sinus 90 dərəcədə nəzərə almıram. 90-da 1 alır. Bir cins maqnit sahəsi demək, maqnit induksiyasının modulundan asılılığını soruşur. Demək ki, orada amper qüvvəsi B-dən düz asılı olacaq. B bəndə düstura əsasən bunu müəyyənləşdirirsiniz. Doğru cavab olacaq B. 9B. Növbəti 11-ci suala baxıram. 11-də nə istəyir bizdən? Deyir, maqnit induksiyası 4 milli Tesla olan milli ons mənfi 3-dür. Yəni, buradaca çevirirəm. Deməli, 4 milli Tesla, yəni çevirdik 14 ons mənfi 3-dür. Bir cins maqnit sahəsinin induksiya xəttlərinə 30 dərəcəli bucaq altına yerləşən 2 metr aktiv uzunluqlu cərəyanlı düz naqilə təsirinin amper qüvvəsi 8 milli Newtondur. Bu da çevrilə bilər. Amma burada ehtiyac olmayacaq. Sadəcə xatırlamaq üçün deyirəm. Naqildə cərəyan şiddətini soruşur. Yenə də F amperin düsturuna müraciət edirik. IB L sinus alfa. Burada perpendikulyar demədiyinə görə sinus alfanı yazırsınız. Cərəyan soruşursa, cərəyan tapmaq üçün nə edirik? İ'ni məchul vuruq kimi götürürük buradan. İ'nin yanındakılar düşür məxrəcə. BL sinus alfa düşdü məxrəcə. Yuxarıda isə surətdə isə F amper qaldı. Və hesablama aparırıq. F amperimiz nə qədərdir? 8 bölünsün. B induksiyamız 4. L uzunluğumuz 2. Sinus 30 dərəcədə də 2-də 1. Birbaşa yazırıq. Yəni verilib cavab. 8 ilə 8 ixtisar gedir. 1, 2-də 1-ə böləndə isə 2 alınır. Doğru cavab A bəndi. Rəqəmdə burada diqqət eləmişəm. Uzunluq 0,2-dir. Yəni mən 2 götürmüşəm. Ona görə olacaq 10 böl 4. Yəni belə deyim də 1 böl 0,4 eləyir. 1 böl 0,4. O da 10 böl 4 deməkdir. 2,5 C bəndi. 15-ci sual. Sol əl qaydasıyla hansı fiziki kəmiyyət təyin olunur? Sol əl qaydası ilə amper qüvvəsinin istiqaməti təyin olunur. 17-ci sual. 2 paralel cərəyan naqil arasındakı maqnit qarşılıqlı təsir qüvvələrin istiqaməti hansı şəkildə düzgün təsvir olunmuşdur? Biz baxırıq, deməli, burada naqildən cərəyanlar bütün variantlarda biri aşağı, digəri yuxarıdır. Deməli, birinci aşağı, ikinci yuxarıdır. Gəlin, baxaq görək, bunlar arası qarşı təsir qüvvəsi hansı istiqamətə yönələcək. Birinci olaraq, soldakı, yəni birinci cərəyan naqilə, deməli, maqnit sahəsini çəkək, ikinci cərəyan naqilin sahəsini çəkək və onlar arası qarşı təsir qüvvəsini tapaq. Demək, birinci naqilin maqnit hissəsinin xəttlərini tapsam, cərəyan aşağıdır, baş barmaq aşağı yönələcək, yarı bükülü 4 barmaq. Buradan nöqtəni göstərəcək. Bu nöqtə, bu B1, maqnit sahəsi belə yaranacaq. Sol tərəf isə X olacaq. İndi gəlirəm, ikincini eyni formada təyin edirəm. Baş barmaq yuxarı yönələndə yarı bükülü 4 barmaq içəridə yenə nöqtələr olacaq. Bu da B2. Çöl yenə X olacaq. Bu şəkildə alınacaq nöqtə-nöqtə. Yəni, maqnit induksiyasının istiqamətləri nöqtə-nöqtə şəklində alındı. Bu deməkdir ki, bunlar bir-birini itələyəcəklər. Çünki eyni qütblər görüşüb. İtələmə də bu şəkildə olacaq. Yəni, doğru variant A olacaq. İndi mən bir ümumiləşmə deyim sizə, qeyd deyim daha doğrusu. Biz yüklərdə deyirdik ki, elektrik sahəsində müsbət-müsbəti, yəni eyni adlı yüklər bir-birini itələyir.
Əks adlı yüklər isə bir-birini cəzb edir. Biz belə demişdik yadınızdadsa. Amma naqillərdə onun tərsini deyəcəyik. Deyirik ki, əgər naqildən cəryan eyni istiqamətlə axırsa onlar bir-birini cəzb edir, əks istiqamətlə axırsa bir-birini itələyir. 19-cu sual. Birinci naqilə ikinci naqil tərəfindən təsir edən qüvvə təsir edən amper qüvvəsi hansı istiqamətə yönələr? Birinci naqilə, yəni birinci naqili saxlayıram burada. İkinci naqil tərəfindən təsir edən qüvvə. Təbii ki, ikinci naqilin naqildən cəryan axır. Cəryanlı naqillərin ətrafında maqnit sayısı olur. Biz birinci növbədə maqnit sayısının induksiya xətlərinin istiqamətini, yəni sahənin xətlərini çəkməliyik. Bunun üçün baş barmağımızı yuxarı çəkirik. Baş barmağımızı yuxarı yönəldirik. Yarıbükülü 4 barmağımız burada nöqtəyə düşür. Belə çıxır ki, bizim ikinci cəryanlı naqilimizin sol tərəfi, yəni birinci naqil yerləşən, i1 naqili yerləşən tərəf nöqtədir. Yəni belə çıxır ki, bu naqilimiz, yəni i1 cəryan şiddəti axan naqilimiz nöqtə sahəsinə düşüb, yəni nöqtəyə düşüb. B xətləri nöqtə olan sahəyə düşüb. Sonra biz amper qüvvəsinin istiqamətini təyin etməyə çalışırıq. Deməli, amper qüvvəsinin istiqaməti sol əl qaydasına təyin olunur. Sol əli ilə yerləşdiririk ki, maqnit sayısını elə yerləşdiririk ki, belə deyim də, müstəvi perpendikulyar toplanan maqnit xətlərinin perpendikulyar toplanan ovucumuza daxil olsun. Nöqtədirsə əlimizi belə elə tuturuq ki, sanki qarşıdan, öndən bizə induksiya xətləri gəlir və bu zaman 4 barmaq cəryan istiqamətində 90 dərəcə açılan baş barmaq isə amper qüvvəsinin istiqamətini göstərəcək. Yəni doğru cavab olacaq F amper yönələcək. Deməli necə? Bir istiqamətdə. Doğru cavab Y. Yəni burada bir təxmini şəkildə çəkmək olar əllə. Burada çəkmişəm 24-də. Amma gəlin onu orada da görün çəkə bilirəm. Deməli, bax belə bir əlimizi elə yerləşdiririk ki, induksiya xətləri ovucumuza daxil olur. Deməli, baş barmaq belə bir şəkildə cəryan istiqamətində baş barmaq deməli baş barmağımız amper qüvvəsinin istiqamətini göstərəcək. 4 barmağımız da cəryan istiqamətini yönələcək. Demək 21-ci suala baxırıq. Cəryanlı naqil düz xəttli naqil bir cisim maqnit sayısının qüvvə xətlərinə perpendikulyar yerləşir. Amper qüvvəsinin maqnit induksiyasının qiymətindən asılı qrafiki hansıdır? Perpendikulyar sözü varsa amper qüvvəsinin düsturunu yazıram. IBL sinus alfa. Perpendikulyarda 90 dərəcədir. F amperdə B-dən asılı qrafik olacaq D bəndi. Sonra uzunluğu L olan naqil induksiyası B olan bir cisim maqnit sayısının induksiya xətlərinə perpendikulyar istiqamətdə S yer dəyişməsi edir. Amper qüvvəsinin işi A olarsa, naqildən axan cəryan şiddəti hansı faydaya təyin olunur? Ümumiyyətlə bilirik ki, işin düsturu F vur S-dir. F amper vur S olacaq. Amper qüvvəsi IBL. Perpendikulyar sözü var deyə mən artıq burada 90 dərəcə götürüb yazmıram. IBL S. Bizdən də cəryan şiddətini soruşur. İ'ni tapıramsa I deməli A bölünsün B L S olacaq. A böl B S harda var? Deməli A bəndində. 25 amper qüvvəsinin istiqamətini göstərin. Yenə də biz nöqtədirsə əlimizin üstünü görürük. Yəni bu şəkildə əlimizi çəkirik. Bu şəkil niyə belə alınır bilmirəm. Deməli belə çəkdik. Təsəvvür eləyin ki, belədir də. Bu şəkildə olur. Baş barmağımız yenə də gəlin baxaq. Yox, indi bu dəfə biz 4 barmağımızı aşağı yönəltməliyik. Çünki cəryan içəridə görürsünüz aşağı yönəlir. Ona görə də əlimizi sərt çəkdik. Bu şəkildə çəkirik. Demək nöqtədir. 4 barmağımızı aşağı yönəldəndə baş barmağımız bu şəkildə deməli amper qüvvə istiqaməti, yəni 5 istiqamətdə yönələcək. Bu şəkildə olacaq. Yəni baş barmaq belə. İndi əlimiz necə olmalıdır? Belə olmalıdır da.
Elimiz bu şekilde olmalıdır. Şimdi elimizi aşağı tuturup baş parmağımız bu şekilde yönelir. Neyse ki indi əlimi oxşada bildimsə də nə xoş. Əlimizi oxşada bildiksə. Deməli baş barmaq belə. Bu belə. Sonra gəldik. Onda doğru cavab nə olacaq? Sol əli tutduq. Sol əli ilə tutduq ki 4 barmaq aşağı, baş barmaq yönələcək sola. Y variantı olacaq. 25-də Y. İndi baxırıq 27-yə. 27. Maqnit induksiyası 2 dəfə. Naqildəki cərəyan şiddəti 6 dəfə artdıqda induksiya xəttlərinə perpendikulyar yerləşən düz naqilə təsir amper qüvvəsi. Deməli, amper qüvvəsini düsturu bilirik ki, I, B, L-dir. Demək, burada nə edirik? İnduksiya 2 dəfə artırsa, B 2 dəfə artanda, təbii ki, B 2 dəfə artanda, F amper də 2 dəfə artacaq. Cərəyan şiddəti 6 dəfə artanda isə, bu amper qüvvəsi 1, yəni 6 dəfə də artacaq. 6, 1 də 2 dəfə artdı. 6 ilə 2-nin hasili 12, yəni 12 dəfə artar. Y variantı olacaq. Belə, 29-cu suala baxırıq. 29-da nə istəyir bizdən? Deyir ki, maqnit sayısı induksiyasını 50% artırıb. Naqildən axan cərəyan şiddətini 20% azaltdıqda verilmiş induksiya xəttlərinə perpendikulyar yerləşən düz naqilə təsirin amper qüvvəsi. Yenə də amper qüvvəsini soruşur. Yenə amper qüvvəsini düsturunu yazıram. I, B, L. 50% artırmaq 1.5 dəfə artırmaq deməkdir. Yəni induksiyamız 1.5 dəfə artdı. 20% azalma, faiz azalmanın düsturunu yazırsınız. 100 bölü 100 çıxılsın 20. O da eləyir 100 bölü 80. O da 1,125. Deməli biz bu ədədi 1,5 dəfə artırıb 1,125 dəfə azaltmalıyıq. Niyə? Çünki cərəyan şiddəti 1,125 dəfə azalırsa, onda amper qüvvəsi buradan 1,5 dəfə artıb 1,25 dəfə azalmalıdır. 1,25 dəfə azalmalıdır. Yəni biz burada bölmə əməli yerinə yetirsək və nə alarıq? Bunları burada bölsək alarıq 120. 120% alarıq. Faizləndir də. Daha doğrusu biz alarıq burada 1,5 ilə 1,125 ixtisar eləməklə elə 120 alarıq. Bəli, 120 alınan cavabımız 120% olacaq. 120% də 20% artım deməkdir. Yəni B bəndi olacaq. Doğru cavab 29B. Yəni burada biraz dəqiqləşdirim. 120% olur da. Yəni 1,5 1,125-ə böləndə 1,2 alınır. 1,2 dəfə artımda 120% faizə çevirsək, yəni 100-ə vururuq. Ona görə 120% dedim. 120% də yəni nəticə alınıbsa, bu deməkdir ki, 20% artım var. Belə 31-ci sual. Birinci maqnit sayısının qüvvə xəttlərinə perpendikulyar yerləşdirilmiş cərəyanın düz naqilə təsir edən amper qüvvəsinin naqilin aktiv hissəsinin zonunun asılı qrafiki verilmişdir. Maqnit induksiyası 2 Tesla olarsa, naqildəki cərəyan şiddətini hesablayın. Təbii ki, sadə hesablamadır bu. Amper qüvvəsini yenə düsturuna müraciət edirsiniz. IBL. Amper qüvvəsinin düsturu IBL. Deməli, buradan da bizə lazım olan I-dir. I-ni tapanda F amper bölünsün BL olacaq. F amper 32 yazıram. 32-ni də götürə bilərik 16-da. 32 bölünsün. B induksiyamız 2. L isə 32-yə uyğun 8-dir. 32 ilə 8 ixtisar gedir. 4, 4 ilə 2 ixtisar gedir. 2. Cavab Y olacaq. 33. Cərəyanlı naqillərin ən kəsikləri təsvir edilmişdir. Kvadratın təpələrində yerləşən cərəyanlı naqillər tərəfindən onun mərkəzinə yerləşən cərəyanlı naqilə təsir edən amper qüvvələrin əvəzləyici hansı istiqamətə yönələr? Deməli, gəlin bunları nömrələyə. Ən gözəl variant 1, 2, 3, 4. Mən sağa dəqiq istiqaməti nömrələdim. Deməli, kvadratın da təpələrində yerləşən 1, 2, 3, 4 naqilləri tərəfindən onun mərkəzində yerləşən, yəni bu i-ni nömrələmirəm. Ya istəyirsin nömrələyə də bilərik. 5-ci olsun, belə deyək. İndi burada 1, 2, 3, 4-ün 5-ə təsirinin əvəzləyicisini tapmalıyıq. Yəni bu 4 dənə cərəyan naqilin maqnit sayısının
Mərkəzə yerləşən cəryan naqilə təsirinin əvəzləyicisini tapırıq. İndi baxaq. Birincinin 5-ə təsiri. Naqildən cəryan eyni istiqamətli olduğuna görə demişdik ki, yüklərdə eyni bir-birini itələyirdi, naqillərdə eyni bir-birini cəzb edir. Deməli, belə çıxır ki, 1 5-i özünə çəkir. Çünki 5-ə təsirdən danışırıq. 1 5-i özünə necə çəkir? Yuxarı. Sonra 2. 2 də 5-i yenə özünə çəkəcək bu şəkildə. İndi 3-ə baxıram. 3 x-dir cəryan. 5-də isə nöqtədir. X nöqtə nə edəcək? Əks olduğuna görə itələyəcək. Deməli 3. Mən istəyirsiniz buna yazım. Belə bax, buna yazaq F1-in təsiri, bu F3-ün təsiri, bu F2-nin təsiri. İndi F4-ün 5-ə təsirində yenə də X nöqtədir deyə itələmə var. Bu da olsun F4-ün təsiri. Yəni bu gördüyünüz kimi bu qüvvələr F2 və F4-ün cəmi elə yuxarı, belə deyim də, bu istiqamətdə bir əvəzləyici qüvvə olacaq. F1 ilə F3-ün də cəmi yuxarı belə bir istiqamətdə yönəlmiş olacaq. Yuxarı deyəndə sol yuxarı belə deyim də. Və bunların ikisinin əvəzləyicisi onların ortasından keçən vektor olacaq. Deməli D variantı 33D. 35-ci sual. Maqnit induksiyası B olan bir cins sahəsində maqnit sahəsində L uzunluqlu cəryanın naqilə təsirən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Yəni şərtdə bizə deyir ki, amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. F amper mj ağırlıq qüvvəsi ilə bərabərdir bir-birinə. Naqilə təsirin əvəzləyici qüvvə nəyə bərabərdir? Birinci növbədə gəlin amper qüvvəsinin istiqamətini çəkək. Amper qüvvəsi yenə sol əli qaydasıyla təyin olunur. Sol əli tuturuq ki, baş barmağımız demək 4 barmağımız cəryan istiqamətində yönələndə maqnit yüksək xətləri, onu da deyim, nöqtə ilə verilibsə, deməli əlimizin üstünü görürük. 4 barmağımızı cəryan istiqamətində yönəldirik. Bu zaman 4 barmaq cəryan istiqamətinə yönəlir. Bu zaman 90 dərəcə açılan baş barmağımız bu şəkildə amper qüvvəsinin istiqamətini göstərəcək. Amper qüvvəsinin istiqamətini göstərəcək. Belə. Hər dəfə şəkil çəkməyək, elə belə başa düşürsünüz yəqin ki, deməli amper qüvvəsinin istiqaməti yuxarı yönələcək. Amper qüvvəsini tapdıq. Bilirik ki, burada mj ağırlıq qüvvəsindən söhbət gedirsə, ağırlıq qüvvəsi də aşağı yönələcək və əvəzləyici qüvvə isə bilirik ki, bu qüvvələrin cəmidir, amma qüvvələrdən biri digərinə bərabər olmasına baxmayaraq əks istiqamətə yönəlir. Deməli F amper çıx, məsəl üçün mj ola bilər. Bunlar da eyni olduğuna görə mj çıx mj və ya F amperi çıx F amper sıfırlanacaq. Əvəzləyici qüvvə olacaq A bəndində 0. Davam edirik 37-ci sualla. Aktiv uzunluqları eyni olan cəryanlı naqillər bir cins maqnit sahəsinin induksiya vektor istiqamətinə nəzərən müxtəlif bucaqlar altında yerləşmişdir. Amper qüvvəsinin qiyməti hansı halda ən kiçikdir? Bilirik ki, amper qüvvəsinin düsturu IBL sinus alfadır. Sinus artan funksiyadır. Bu nə deməkdir? Böyük bucağa böyük, kiçik bucağa kiçik qiymət uyğundur. Bizdən də soruşur ən kiçik qiymət. Sinusda bu bucaqlara baxsaq, bu 90 dərəcədir. İkinci 60 dərəcə, üçüncü 30 dərəcə, dördüncü isə 0 dərəcədir. Deməli, artan funksiya odur ki, böyüyə böyük, kiçiyə də uyğundur. Deməli, ən kiçik olacaq, onda bizdə bu dördüncü, yəni C variantı. 39-cu suala davam edirik. Cəryanın naqil maqnit sahəsində tarazlıqdadır, cəryan şiddətini azaltdıqdadır. Deməli, tarazlıqdadır sözündən nə nəticə gələ bilərik? Elə bir nəticəyə gələrik ki, bu maqnit sahəsində cəryanın naqil gələndə ona mj ağırlıq qüvvəsi təsir edir. Bir də amper qüvvəsini gəlin tapaq. Yəni nöqtə şəklində, nöqtədirsə əlimizin üzərini görürük. 4 barmağı sola, yəni cəryan istiqamətə yönəlir. Bu zaman 90 dərəcə açılan baş barmağımız yuxarı olur. Deməli, tarazlıqdadsa bunlar bir-birinə bərabərdir. Yəni bunlar dedikdə amperlə mj-ni nəzərdə tuturam. Mj amper qüvvəsinə bərabərdir. Əgər bizə deyirsə ki, cəryan şiddəti azaldı. Cəryan şiddəti azaldısa, IBL sinus alfaya görə I azaldısa, deməli amper qüvvəmiz azalacaq. Amper qüvvəsi azalırsa, yəni bu naqili yuxarı qaldıran qüvvə azalır, onda naqil neyniyər? Aşağı düşər. Yəni aşağı qüvvə yuxarıdan daha böyük olacaq, ya aşağı düşəcək Y variantı. Məsələn, qiymətlər versək, burada 20 Newton deyək, mj ağırlıq qüvvəsi də 20 deyək, əvvəlcə tarazlıqda olduqlarına görə. Amma sonra cəryan şiddəti azaldığına görə, tutaq ki, amper qüvvəmiz oldu 18 Newton. Aha, indi necə hərəkət eləyər? 18 və 20. 20 bunu aşağı daha
böyük qüvvə ilə çəkəcək. 39 Y bəndi 41-ə baxırıq. Yenə də cəryanlı naqil maqnit sayəsində tarazlıqdadır. mJ ağırlıq qüvvəsi, amper qüvvəsini gəlin tapaq, yuxarı yönələcək. Bunlar əslində bir-birinin əvvəl bərabərdirlər. Sonra cəryan şiddətini azaltdıq. I azaldıqsa F amper azalır. Deməli naqil aşağı düşəcək. D bəndi 39. Yoxsa bu nə idi? 41 olacaq. D bəndi 41D. 43. Bir cins maqnit sayəsində cəryan naqilə təsir edən qüvvə hansı ifadə ilə təyin olunur? Deməli, birinci halda naqilimiz yuxarı hərəkət eləyib. Amper qüvvəsinin düsturuna görə IBL sinus alfadır. Sinus alfa I və I, yəni cəryan yuxarı yönəlib I və B arasında qalan bucaqdır. Burada I və B bir-birinə perpendikulərdir. 90 dərəcədir. Sinus 90-da 90 alır. Olur. Amper qüvvəmiz F amper birinci halda olur. IB vuraq 2 il uzunluq. Gəlirəm ikinci hissəyə. İkinci hissədə naqillə yenə də amper qüvvəsinin düsturunu yazıram. Yenə IBL sinus alfadır. Burada B ilə B arasında qalan bucağa baxaq. Həmişə çalışın birinci bucağı müəyyənləşdirin. Bucaq sizin əlinizə, ayağınıza dolaşmayan olsun. Deməli, B ilə I bir-birinə bu dəfə paraleldir. Paralel xəttlər arasında qalan bucaq 0 olduğuna görə F amper qüvvəmiz bax bu halda ikinci çıxıntı halında 0-a bərabər olacaq. Burada amper qüvvəsi olmadığına görə yalnız 2 IBL, yəni doğru cavab olacaq A bəndi. Sonra 45, bu 43 idi. 45 deyir ki, cəryanın naqil maqnit sayəsində tarazlıqdadır. Yenə də buna mJ ağırlıq qüvvəsi təsir edir. X isə əlimizin içərisini görürük. 4 barmaq cəryan istiqaməti, amper qüvvəsi yuxarı yönələcək. Tarazlıqdadır. Cəryan şiddətini yenə azaltdıq. Amper qüvvəmiz azalacaq. Amper qüvvəsi azalırsa naqil aşağı düşəcək. Aşağı hərəkət edər. Yəni C variantı. 45C. 47. 47 deyir, maqnit sayəsində yerləşən və uzunluqları eyni olan uzunluqları eynidir. Cəryan naqillərdən hansına təsir edən amper qüvvəsi ən kiçikdir? Amper qüvvəsi ən kiçikdir. Gəlin belə fikirləşək. Deməli, birinci halda 1, 2, 3, 4. 4 dənə hissədən ibarət bir cəryan naqilimiz var. Uzunluğu bunu belə qəbul edək. El götürək. Sonra ikinci halda 1, 2, 3. Bu da yenə 4'dür. Yəni eyni uzunluq naqildir. Sadəcə naqili belə deyim də əyib bu hissəsini belə bir əyib bu fərq vəziyyətə gətiriblər. Biz də bilirik ki, paralel hissədə, yəni I cəryanla B induksiya xəttləri paralel olarsa, burada amper qüvvəsi olmayacaq. Deməli, birinci halda amper qüvvəsi 4 uzunluğa, yəni L4 olan hala təsir edən qüvvədir. İkinci halda 1, 2, 3-ə. Üçüncü halda buranı çıxırıq 1, 2-yə. Dördüncü halda isə yalnız 1-ə. Deməli, ən kiçik soruşursa, uzunluğu ən kiçik olan, deməli, ən kiçik amper qüvvəsi təsir etmiş olacaq Y bəndi. Əslində, burada digər kəmiyyətlərə baxmadım. Mən IB elə baxmadım. Daha doğrusu İ'yə baxmadım. Çünki hamısına eyni cəryan verir. I. Hamısı bir cins sahədədir B. Ellər isə fərqlidir. Hamısı 90 dərəcəni nəzərə aldıq. Təbii ki, sinusda 90 dərəcə götürdük. 49-cu sual amper qüvvəsinin istiqamətini soruşur. Deməli, əlimizin içərisini görürük. 4 barmaq yenə də cəryan istiqamətində yönəlir. 4 barmaq cəryan istiqamətində yönələndə 90 dərəcə açılan baş barmağımız amper qüvvəsinin istiqamətini göstərəcək. Yəni doğru cavabımız olacaq C. Yəni bu istiqamətdə. F amperi bu istiqamətdə olacaq. Sonra deməli 49'u izah etdik. 51. Aktiv uzunluqları 2 dəfə fərqlənən. Bu nə deməkdir? Gəlin bunu şəkil silim burada. Aktiv uzunluqları 2 dəfə fərqlənən nə deməkdir? L2, L1. Bunu belə yazıram. Yəni ikinci uzunluğu birinci uzunluğuna baxdığını görürsünüz də şəkildən. Fərqlənən cəryan naqillərin bir cins maqnit sahəsi tərəfindən təsir edən qüvvələrin nisbətini soruşur. Yəni gəlin götürək F2 bölü F1 yoxsa F1 bölü F2. Çünki cavablarda F1 bölü F2 isə elə biz də F1 bölü F2 yazaq bərabər sual. Bir də şərtdə verib ki, L2 L1 özü vermişdi, mən də yazdım. I1 də 2 olduğu verib. Yəni birinci naqildən axan cəryan ikincidən daha çoxdur. F'in düsturunu bilirik. Yenə F bərabərdir. F amper bərabərdir. IBL sinus alfaya. Burada sinus 90 dərəcədə 1'dir. Çünki naqil sahə maqnit xəttlərinə perpendikulardır.
Sonra eyni sahədə B-ni də sabit götürürəm. Qalır onda F1-in F2-yə nisbəti. İL hasili ilə düz olduğuna görə I1 B1-in I2 B2-yə nisbətinə. Yazıram F1 bölü F2 bərabərdir. I1-i götürürəm 2I2 verib də şərtdə bizə. Başlayayım burada B1 niyə yazdım ki? L1 yazmalıydım. Bir dəqiqə. Bura L1, burada L2 yazaq. Hə, I1, L1, L1, L1 kimi yazıram. I2-ni I2 kimi yazıram. L2-ni 2 L1 verdiyinə görə 2 L1 yazıram. İxtisarlarımı eləyirəm. Hamısı ixtisar gedəndən sonra nisbəti 1 alıram. Doğru cavab olacaq A bəndi. 53-cü suala səs açmadan baxmışam, onu silim. Bir daha tezdən izah edeyim. Deməli, baxırıq burada. Demək, bir cins maqnit sayəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş cəryanlı düz naqilə təsir edən amper qüvvəsinin modulunun cəryan şiddətinə asılı qrafiki verilmişdir. Naqilin aktiv hissəsinin uzunluğu hansı ifadə ilə təyin olunur? Yəni L soruşur bizdən. L bərabərdir F amper böl IB-dir. F amper alfa bucağın qarşısındakı katetdir. Bax, bunu çəkdim. Buna bərabər tərəfdir. Burada da məxrəcdə I var. Qarşı katetin bitki katetə nisbəti, yəni F amperin I-yə nisbəti tangens alfanı verdiyinə görə yazıram tangens alfa bölünsün B. Yəni B variantı olacaq doğru cavabda. Sonra 55-ci sual. Bir cins maqnit sayəsindən qüvvə xətlərinə perpendikulyar yerləşmiş cəryanlı düz naqilə təsir edən amper qüvvəsi naqildəki cəryan şiddətinə asılı qrafiki verilmişdir. Aktiv hissənin uzunluğu 6 metr olarsa, maqnit hissəsini tapın. Yenə də düsturdan tapıram. B bərabərdir F amper bölünsün IL. Perpendikulyar yerləşmiş sözünə görə sinusu yenə də yazmıram. 90 dərəcədir 1 götürürəm. İstədiyiniz rəqəm götürə bilərsiniz. F amperin yerinə 60 qoyaq. Cəryan şiddətini ona uyğun 5 götürək və uzunluğu da götürək 6. 60-ı 30-a böləndə eləyəcək 2 D bəndi. 57-ci suala baxırıq. Bir cins maqnit sayəsində yerləşmiş düz cəryan naqilə təsir edən amper qüvvəsinin istiqaməti verilmişdir. Həmin sahənin induksiya vektoru hansı istiqamətə yönəlmişdir? Naqildən axan cəryan şəkil müstəvisinə perpendikulyar olmaqla bizə doğru yönəlir. Cəryan istiqaməti bizə yönəlib. Deməli, bu dəfə amper verilib, cəryan verilib, B induksiya xətlərini soruşur. Yəni, qarşımıza qoyduğumuz məqsəd B-ni tapmaqdır. Biz əlimizi elə şəkildə tuturuq ki, deməli, nöqtədir cəryan. 4 barmaq bizə doğru yönəlsin. Baş barmağımız isə 4 barmaq bizə doğru, özümüzə doğru. Baş barmağımız amper qüvvəsi istiqamətə yönəlsin. Demək, mən əlimi necə tutmalıyam? Elə tutmalıyam ki, 4 barmaq özümə, baş barmaq amperə geçsin. Onda mənim əlimin içi, belə deyim də, əlimin içinə induksiya xətləri o vaxt daxil olacaq ki, əlim elə bir aşağıdan, əlim yuxarıdan induksiya xətlərini qarşılayacaq. Yəni, ovucumun içi yuxarı baxacaq. Şaquli istiqamətdə baxacaq ovucumun içi. Ona görə də burada olacaq cavab aşağı, yəni C bəndi. Mən bunu şəkillə təsvir eləyə bilmirəm demək olar. Belədir, amma eləmək də olar ki, 4 barmaq bizə doğru olanda baş barmaq budursa, baş barmağımız bu şəkildə olanda əlimizin içərisi, əlimizin içi yuxarı baxır. Yuxarı baxırsa induksiya xətləri yuxarıdan gəlməlidir aşağı, yəni C variantı. Canlıda da izah eləyərəm. 59 açar sözlərdir, bunu özünüz cavablandırarsınız. 61-ə keçəcəm. K açarı qapadıqda uclarında bərkidilmiş 1 və 2 naqillər üçün Euler diaqramında uyğun bəndləri müəyyənləşdirməliyik. Birinci cəryanın qütblərini tapaq. Bura müsbət, bura mənfidir. Cəryan istiqaməti açar bağlanan kimi, qapanan kimi cəryan axacaq müsbətdən mənfiyə. Deməli, buradakı cəryan istiqaməti aşağı, buradakı cəryan istiqaməti isə yuxarıdır. Yəni, bu şəkildə cəryan axır. Dövrəni tamamlayır. İndi bizdən soruşur ki, cavabları doğru uyğun variantları seçin. Naqildən 1. Naqildən axan cəryan yuxarı yönəlmişdir. Hansına aiddir? 2-yə aiddir. 1, 2-yə aiddir. Axan cəryan aşağı yönəlmişdir. 2, 1-ə aiddir. Sonra, naqil ətraflı maqnit sayısı yaranır. Hər ikisinə aiddir. Çünki cəryan axan naqillər ətraflı maqnit sayısı olur. Naqilə digər naqil tərəfindən təsir edən amper qüvvəsi sağa yönəlmişdir. Gəlin bunun induksiya xətlərini təyin eləyək. Yenə də deməli, amper qüvvəsini tapmaq üçün
Bunlar arasında qarşı təsir qüvvəsində belə tapmaq olar. Naqildən cərəyan əks axırsa, bunlar bir-birini itələyəcək. Yəni 1-2-ni itələyir bu istiqamətdə. 1-2-ni itələdi. 2 də 1-i itələyəcək sola. Aha. İndi bizə lazımdır sağa yönələn. Onda 2-yə təsir, 1-in 2-yə təsiri olacaq sağa yönəlmiş 1-in 2-yə təsiri. Deyir naqilə digər naqil tərəfindən təsir edən qüvvə. Yəni ikinci naqilə təsir edən qüvvə sağa yönəlib də. Ona görə də bura 4 də əlavə edəcəm. Doğru cavabı gəlin çıxaraq. 3-ə uyğundur 3. 2-yə uyğundur 1, 4. Doğru cavab Y variantı. 63-cü sualla davam edirik. Euler-Venn diaqramında bir cins maqnit sahəsində yerləşən naqilin 1, 2 və 2, 3 hissələri üçün uyğun bəndləri müəyyən edin. L1 L2-dən kiçik verilib. Təsir edən qüvvə sol əl qaydasıyla müəyyən olunur. Təbii ki, bu ortaya aiddir. Ortaya, yəni 3-ə 1. Təsir edən qüvvə yuxarı istiqamətdə yönəlir. Birinci biz qüvvəni tapmaq üçün bizə nələr lazımdır? Cərəyanı bilmək lazımdır, bir də B-ni. Çünki amper qüvvəsinin istiqaməti sol əl qaydası təyin olunur. Sol əl ilə turuk induksiya xətlərinin səthə perpendikulyar toplananı ovcumuza daxil olsun. 4 barmaq cərəyan istiqamətinə yönəlsin. Cərəyan istiqamətdə bilirik ki, müsbətdən mənfi axır. Bu istiqamətdə cərəyanı tapdıq. Cərəyanı tapandan sonra sol əl qaydasını tətbiq edirik və birinci altdakı, yəni 1-2 hissəsindəki cərəyan naqilə təsir edən qüvvənin istiqamətini tapırıq. Sol əl qaydasından təyin edirik. X-dirsə əlimizin içərisini görürük. 4 barmağı cərəyan istiqamətində, yəni sağa yönəldirik. Bu zaman baş barmaq yuxarı yönəldir. Deməli, birinci L1 naqilinə təsir edən qüvvə yuxarı istiqamətdə yönəlmişdir. Ona görə də deməli birinci nail 1-2 hissəsinə təsir edən qüvvə yuxarı yönəlmişdir. 2 gedir bura. 3 təsir edən qüvvə sola yönəlmişdir. Gəlin ikinci naqilə təsir edən qüvvəni tapaq. Bəli, bu sola yönəlmişdir. Yenə sol əl qaydasını tətbiq elədim. Sola yönəlmişdir. Onda demək 3-ü seçirəm 2-yə. Sonra təsir edən qüvvənin modulu daha böyükdür. Deməli, L1 L2-dən kiçik olduğuna görə İBL düsturuna görə də F amperin İBL sinüs alfa və ya İBL düsturuna görə də L1 L2-dən kiçikdirsə, onda F2 F1-dən böyükdür. Yəni, təsir edən qüvvənin modulu daha böyükdür. Bu 2-yə aiddir. 4. Təsir edən modulu kiçikdirsə, bu da aiddir təbii ki 1-ə. 2, 5. Doğru cavab olacaq Y. Sonra 63. 65, daha doğrusu 65'e baxırıq. Bir cins maqnit sahəsinə yerləşdirilmiş müxtəlif uzunluqlu naqillərdən, müxtəlif uzunluqlu fikir verin şəklə. Birinci naqil 2 el uzunluğu var, ikinci naqilin 2 el buradadır, 1 el də buradadır, 3 el uzunluğu var. Cərəyan şiddəti eynidir. Axan cərəyan şiddətləri eynidir. Yəni I1 2-yə bərabərdir. Bir cins sahədədir, B də konstantdır. Yəni I də konstant, B də konstant. Deməli qalırıq biz elə əsas baxırıq, ellərə baxırıq. Birinci naqilə maqnit sahəsi tərəfindən 6 Newton qüvvə təsir edir. Yəni F1, yəni birinci bu naqilə 6 Newton maqnit sahəsi tərəfindən qüvvə təsir göstərir. İkinci naqilə təsir edən qüvvəni isə təyin etmək lazımdır. Deməli, birinci naqili gördüyümüz kimi maqnit sahəsi perpendikulyar toplananı təsir edən qüvvə 6 Newtondur. İkinci naqilə fikir versək, yəni yuxarı istiqamətdə cərəyan axan hissə 2 el olduğuna görə 6 Newton da bura təsir edəcək. Çünki burada da 2 eldir. I eyni, B eyni, L eyni. Amma bu hissəyə fikir versəz, bu hissədə yəni paralel getdiyinə görə, cərəyan axını maqnit sahəsinə paralel olduğuna görə burada amper qüvvəsi olmayacaq, 0 olacaq. Onda belə çıxır ki, 3 elə yox, yalnız 2 elə təsir edən qüvvə. Elə bizə yəni 2 elə yalnız qüvvə təsir göstərdiyinə görə elə doğru cavab da B olacaq. 67. Birinci cərəyan naqili maqnit sahəsi tərəfindən ikinci cərəyan naqilə təsir edən amper qüvvəsinin istiqamətini tapmaq lazımdır. Yəni hansı istiqamətə yönəlmişdir? Naqillər şəkil müstəvisində yerləşmişlər. İndi gəlin baxaq. Deyir ki, birinci cərəyan naqilin maqnit sahəsi tərəfindən. Gəlin birinci naqilin ilə maqnit sahəsini çəkək də. Birinci naqilin maqnit sahəsini çəkmək üçün, tapmaq üçün yenə sağ yönlü vuru qaydasına istinad edirik. Yenə də baş barmağı yuxarı yönəldəndə yarı bükülü 4 barmağımız cərəyan istiqamətini, maqnit yüksəsinin istiqamətini göstərəcək. Onda bu tərəf nöqtə olacaq. İkinci naqil yerləşən tərəf isə X olacaq. Gedirik indi X-dən, sol əllə
X-ə görə, yəni induksiyası X olanda əlimizin için görürük və amper qüvvəsini tapırıq. İkinci naqildə axan cəryan istiqaməti sola yönəldiyinə görə 4 barmağı sola yönəldəndə baş barmağımız aşağı yönələcək. Deməli, amper qüvvəsi aşağı olacaq. 67 doğru cavab B bəndi. 69. Sabit cəryanın düz naqil bir cism naqil sayəsindədir. Amper qüvvəsi hansı halda şəkil müstəvisində aşağı yönələr? Gəlin bir-bir yoxlayaq. Birinci hala baxaq. Birinci halda ümumiyyətlə burada hardasa amper qüvvəsi yoxdur. Gəlin onu tapaq birinci. C variantında yoxdur. Çünki I ilə B bir-birinə paraleldir. I B-yə paralel oldusa alfa 0 dərəcə, sin 0-da 0 aldığına görə amper qüvvəsi burada olmayacaq. Yəni burada amper qüvvəsi 0-dır. Gəldik növbətiyə. Növbəti halda A variantına baxıram. X verilib bizə. İnduksiya xətlərinin sol əl qaydasına görə 4 barmaq cəryan istiqamətinə yönəldəndə amper qüvvəsi yuxarı yönəlmiş olur. Amma bizə lazımdır şəkil müstəvisində aşağı lazımdır bizə. Gəlirim nöqtəyə baxıram. Nöqtə şəklində olanda 4 barmaq yenə cəryana yönəldəndə bu dəfə baş barmağımız aşağı yönəlir. Doğru cavab olacaq B bəndi. Bizə də lazım idi elə aşağını tapmaq. 69 B. 71. 71-də eyni prinsiplə yanaşırıq, amma sualı oxuyaq. Sabit cəryanın düz naqil bir cism naqil sayəsindədir. Amper qüvvəsi hansı halda şəkil müstəvisindən perpendikulyar istiqamətdə bizə doğru yönələcək? Yenə A bəndinin indi bizə doğru yönələcək deyir. Deməli, baş barmağımız özümüzə tərəf yönəlməlidir. Yenə də C variantını çıxır, çünki amper qüvvəsi yoxdur, 0 olacaq. A bəndinə baxırıq, nöqtədir. 4 barmağı cəryan istiqamətinə yönəldirəm. Bu zaman baş barmağımız aşağı yönələcək. Bu deyil. Bizə lazımdır ki, baş barmağımız bizə doğru yönəlsin. B variantına baxıram. İnduksiya xətlərini ovucumuza daxil olub 4 barmaq cəryan istiqamətinə yönələndə bu dəfə baş barmağımız bizdən çıxacaq. Bu bizdən olacaq. Bu da doğru deyil. Sonra D variantına baxıram. D variantında X-dir. 4 barmaq cəryan, amper qüvvəsi bu dəfə yuxarı yönələcək. Sonuncu Y bəndində 4 barmaq cəryan istiqamətinə yönələndə baş barmaq bizə doğru yönələcək. Yəni induksiya xətləri bizə burdadır. Bizə variantı Y-dir. Deməli bu nə oldu? 71. 73-ə baxırıq. 71 tapdıq Y. 73. 73-də deyir cəryanın naqillər en kəsikləri təsvir olunmuşdur. Yəni I1, I2, I3 göstərilmişdir. Cəryan şiddətləri I1 və I2 olan naqillər tərəfindən I3 cəryanı axan naqilə təsir edən amper qüvvələrin əvəzləyicisi hansı istiqamətə yönələr? Biz buna aid bayaq bir test işləmişdik. Bir neçə test bəlkə də. Deməli, baxırıq nəyə? Birinci naqillə üçüncü naqil, yəni birincinin üçüncüyə təsirini tapmalıyıq. Birinci də X ilə verilib, üçüncü də X ilə verilib. Bunlar bir-birini eləyəcək? Eyni olduqlarına görə cəzb edəcək. 1-3-ü özünə çəkirsə aşağı. F1, 3. Keçirəm ikinciyə. 2-3 isə itələyəcək, çünki əksdir burada cəryan. F2, 3. Bunların ortasından keçən vektor bu olacaq. Yəni, doğru cavab olacaq Y bəndi. 75-ə baxırıq. 75 də eynidir, eyni sualdır. Cəryanın naqillərin en kəsikləri göstərilmişdir. Cəryan şiddətləri I1 və I2 olan naqillər tərəfindən I3 cəryanı axan naqilə təsir edən amper qüvvəsinin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? I1 də I2-yə bərabərdir. Deməli, baxırıq, məsafələr də eynidir. Demək, baxıram birinci ilə üçüncüyə. 1-in 3-ü, 1-3-ü neynəyəcək? Özünə çəkər, cəzb edəcək. 2 də 3 özünə çəkəcək. Deməli, bunların əvəzləyicisi olacaq. B bəndi. Aşağı. 75. Bir dəqiqə. Burada bir dəqiqə diqqətli olaq. Üzr istəyirəm. Burada uşaqlar itələnmir, cəzb etmir, daha doğrusu itələyir. Axı dedik ki, əksi olanda itələməkdir, diqqət istəyirik. Bir dəqiqə. Deməli, baxaq. Dedik ki, əks olanda bir-birini itələyir. Deməli, 1-3 itələdi, 2 də 3 itələdi. Bunların yekunu olacaq D bəndi. Sonra davam edirik. 77. 77 maqnit sayısı induksiya xətlərinə və şəkil müstəvisinə perpendikulyar yerləşən cəryanın naqilə təsirinə amper qüvvəsi hansı istiqamətə yönələr? Demək, amper qüvvəsi naqildəki cəryan istiqaməti şəkil müstəvisindən bizə doğrudur. Deməli, əlimizi elə tuturuq ki, induksiya xətləri ovucumuza daxil olsun. Əlinizi
yuxarı tavana baxan istiqamətdə tutursunuz. Baş barmağı fırladırsınız öz-üzə tərəf. Bu zaman dörd barmağınız cəryan istiqamətini göstərəcək. Daha doğrusu amper qüvvəsinin istiqamətini göstərəcək. Bir daha deyirəm, diqqətsiz elədik. Bir daha təkrarlayıram. Deməli, əlimizi elə tuturuq ki, induksiya xətləri ovcumuza daxil olsun. Əlinizi elə açın ki, tavana baxsın əliniz, ovcunuz tavana baxsın. 4 maqnit induksiya xətləri ovcunuza daxil oldu. 4 barmağı özünüzə tərəf yönəldin. Bu zaman 90 dərəcə açılan baş barmağınız amper qüvvəsinin istiqamətini göstərəcək. O da olacaq D bəndi. 77 D. Sonra 79. 79'da da sabit maqnitin qütbləri arasında bir cins maqnit sayəsində yerləşən düz xətli cəryanlı naqilə təsirinin amper qüvvəsi hansı istiqamətə yönəlir? Yenə də induksiya xətləri N-dən isə yönəlir. B xətlərini bu şəkildə tutursunuz. İndi əlinizi ilə tutursunuz ki, yəni ovcunuza induksiya xətləri daxil olur. Demək, daxil olandan sonra baş 4 barmağınızı özünüzə tərəf yönəldirsiniz. Bu zaman baş barmağınız yuxarı yönələcək. Amper qüvvəsi yuxarı olacaq. D bəndi. Demək, 79'a baxdıq. 81 ilə davam edirik. 81'də burada biraz səliqəsiz biraz belə düşüb. N, S. Belə qırmızı ilə göstərirəm. N burada, S burada. Deməli, induksiya xətlərinin istiqamətini yenə tapırıq. Bizdən amper qüvvəsinin istiqaməti soruşur. Deməli, əlimizi bu şəkildə tuturuq, ovcumuza daxil olur. Əlinizi elə bir açıb bu şəkildə tutmusunuz ki, əlinizə daxil olsun ovcunuzu. Bax, belə bir induksiya xətləri daxil oldu. 4 barmağı cəryan istiqamətdə yönəldəndə baş barmaq özünüzə doğru yönələcək. Özünüzə doğru, bizə doğru. Yəni 81 olacaq Y bəndi. 83. Verilənlərə baxaq. Uzunluğu 20 cm çevirirsiniz. Burada 0.2 metr. Olan cəryanlı naqil induksiyası 0.7 Tesla olan bir cins maqnit sayəsində hərəkət edir. Cəryanın maqnit induksiya vektorunun və naqilin yer dəyişməsinin istiqamətləri qarşılıqlı perpendikulyardır. Yəni B vektoru ilə naqilin yer dəyişmələrinin istiqaməti qarşılıqlı perpendikulyardır. Naqildən axan cəryan şiddəti 10 amper olduqda, yəni I verilib bizə cəryan şiddəti olduğunu bilərək onun 50 cm yer dəyişməndə S-lə işarə eləyək. 50 cm metrə keçək. 0.5 metr yer dəyişməsi zaman amper qüvvəsinin işi. Amper qüvvəsinin işi təbii ki, amper qüvvəsinin yer dəyişməyə vurmaqla təyin olunur. I, B, L, sinus alfa vurulsun S. Və hər bir kəmiyyəti yerinə qoymaqla təyin edirsiniz. Deməli, A amper bərabərdir. I nə qədərdir? Bizdə verilib cəryan şiddəti 10. B 0.7, L uzunluq 0.2, sinus o burada 1, 90 dərəcəli perpendikulyar olduğuna görə yer dəyişməmiz də 50 cm 0.5. Hesablamaq eləyək. 0.7-ni 10'a vuranda 7, 7'ni vururuq 0.2'ye 1.4, 1.4'ü də vururuq 0.5'e 0.7. C variantı. 85 uzunluğu 20 cm olan cəryanlı düz naqil induksiyası 0.3 Tesla olan bir cins maqnit sayəsində induksiya xətlərinə paralel yerləşmişdir. Naqildən axan cəryan şiddəti 5 amperdirsə, maqnit sayısı naqilə hansı qüvvə ilə təsir edər? Yenə də qüvvənin düsturunu yazırıq. I, B, L, sinus alfa. Burada bir söz sizə deməli, bu cavabın 0 olduğunu deməlidir. Çünki burada görürsünüz paralel xətlər arasında qalan bucaq 0'dır. Vuruqlardan biri sinus 0'da 0 alır. Vuruqlardan da biri 0'dırsa amper qüvvəsi nə olacaq? 0 olacaq. Cavab 0. 87. Aktiv hissəsinin uzunluğu 20 cm, yenə 0.2 metr olan naqil induksiyası 50 milli Tesla. Onu da çevirirsiniz, 1000'ə bölürsünüz 0.5 Tesla olan bir cins maqnit sayəsinin qüvvə xətlərinə perpendikulyar yerləşdirilmişdir. Naqildən axan cəryan şiddəti, yəni I verilib 4 amper. Naqilin amper qüvvəsi istiqamətində 0.1 metr yerini dəyişdikdə maqnit sayəsinin gördüyü iş yenə də bayaq yazdığımız üsuldan da F amper vurulsun. Yer dəyişmədir. F amperin də yerinə IBL sinus qoyursunuz. Sinus 90 dərəcədə 1 alacaq. Olacaq IBL S. Hesablama aparaq. I bizdə verilənlərə görə 4 amperdir. B 0.5. L uzunluq 0.2. Sinus 90'da 1 alır. S yer dəyişməmiz də 0.1. Hesablama aparırıq. 87-ci sual. Deməli, hesablama aparırıq.
4'ü 0,5'e vuranda 0,2, 0,2, 0,2'ye və 0,1'e vuranda bu eləcək 0,4 joule. İşin vahidi joule-dur. Bu da eləcək 4 millijoule. Doğru cavab olacaq 4 millijoule. 89. 89'da deyir ki, bir cins maqnit sayəsində, yəni B konstant, induksiya xətlərinə perpendikulyar alfa 90 dərəcə istiqamətdə yerləşmiş naqildən keçən cərəyan şiddəti 4 dəfə artdıqda, yəni I2, 4, I1 olduqda amper qüvvəsi 30 mikronewton artdı. F amper 2 bərabərdir. F amper 1 üstə gəlinsin 30. Amper qüvvəsinin əvvəlki qiyməti, yəni F1 bərabər sual. Birinci düsturu yazırıq. F amper bərabərdir IB L sinus alfa. Sinus 90 dərəcədə 1 aldığına görə gedir. Bir cins sahə olduğuna görə B sabitdir. Deməli, eyni naqilə təsir edirsə onun uzunluğu sabit götürülür. Belə çıxır ki, F amper I ilə düz asılıdır. Bunun mən bir nisbət şəklində yazacağım. F1-in F2-yə nisbət düz mütənasibi olanda nisbəti belə yazırıq. F1-in F2-yə nisbəti I1-in də I2-yə nisbətidir. Buradan alınan ifadəni yazıram. F1 böl F2. F2-nin yerinə qoyuram. F1 topla 30. Yəni burada veriləni bərabərdir. I1-in yerinə I1, I2-nin yerinə 4 I1. I1. I1'lər gedir. 4 F1 bərabərdir. F1 üstə gəlinsin 30. F1'ləri yığıram bir yerə. 3 F1 bərabərdir 30. F1 bərabərdir 10 mikronewton. Mikroda onsuz mənfi 6 deməkdir. Yadınızda qalsın. Sonra bir də başqa yolla, daha qısa yolla başa salacağım. İkinci üsul olaraq nə deyirik? Baxıram ki, əgər cərəyan şiddəti ilə amper qüvvəsi düz asılıdırsa, cərəyan şiddətinin 4 dəfə artması ilə amper qüvvəsinin də 4 dəfə artması deməkdir. Yəni burada yaza bilərsiniz ki, F2 bərabərdir 4 F1-ə. Və birbaşa gətirib F2-nin yerinə F2 bərabərdir F1 plus 30 ifadəsində F2-nin yerinə birbaşa 4 F1 qoyub F1 plus 30 yazıb 3 F1 bərabərdir 30 eyni ifadəni alıb yenə də tapmış olarsınız, amma daha qısa şəkildə. Yəni bu nisbəti yazmadan da həll etmək olar. Bax, bunu yazmadan da ikinci üsulda həll etmək olar. Sonra 91. 91 eynidir. Yazağım. Burada baxdım ki 91 eynidir. Ona görə 92 yazmağa qərar verdim. B sabitdir. Yəni bir cins sahədə induksiya xətlərinə perpendikulyar yerləşmiş alfa 90 dərəcədir. Naqildəki cərəyan şiddəti 2 amper azaldıqda. Cərəyan şiddəti 2 amper azalmanı işarə edirsən I2 bərabərdir I1 çıxılsın 2. Bu zaman amper qüvvəsi 3 dəfə azaldı. Yəni F1 bərabərdir 3 F2 yazmaq olar. Artsaydı F2 3 F1 yazardıq, amma azaldığı üçün F1 3 F2 yazırıq. Cərəyan şiddətinin ilkin qiyməti I1 bərabər sual. Yenə də eyni yanaşma ilə birinci sualdan gedəcəm. F amperin yenə düsturunu yazıram. IBL sinus alfanı yazmıram. F amperlə I cərəyan şiddəti düz asılıdır. Ona görə də F1-in F2-yə nisbəti bərabərdir I1-in I2-yə nisbətinə. Deməli, F1-in yerinə qoysam 3F2 böl F2 bərabərdir. I1-ə dəymirəm. I2-nin əvəzinə I1 çıxılsın 2 qoyuram. F2-lər xısar gedir. Qalır 3I1. 3'ü vururam çarpaz formada bu ifadə. 3I1 çıxılsın 2. Açıq yazmağa çalışacağım. Burada da I1. Mötərizanı açıram. 3I1 çıxılsın 6 bərabərdir I1. Burada diqqətsiz elədim. I1 olmalıdır. 3I1'dən I1 çıxıram 2I1 bərabərdir 6'ya. I1 də bərabərdir 3 deməli amper. 95'ə baxırıq. Eyni cərəyan şiddəti axan 3 paralel naqil bir-birindən bərabər məsafədə yerləşib. Yəni bunlar arasındakı məsafələri demək istəyir ki, bərabərdir yəni. Bu məsafələr bərabərdir. Bu naqillər və onlara təsir amper qüvvələrinin əvəzləyicisinin istiqaməti arasındakı uyğunluğu müəyyən edin. Gəlin 1-dən 2-yə baxaq. 1-dən 2-də naqildən cərəyan birindən sağa, birindən sola, birindən sağa axmışdır. Yəni əksdir. Əks olanda bunlar bir-birini dəf edirdilər, itələyirdilər. 2 biri itələyir yuxarı, 1 də 2-ni aşağı. İndi bizdən nə istəyir? Bu cavab şərtdə nə istənilir? Deyir ki, amper qüvvələrinin əvəzləyicisinin istiqaməti. Sonra baxıram nəyə?
Deməli, üçüncü naqilə ikinci təsir eləyir. İkinci ilə üçüncü də bir-birinə əks yönəldiklərinə görə yenə bunlar bir-birini dəf edəcək. 2 3-ü aşağı itələyəcək. 3 də öz növbəsində 2-ni yuxarı itələyəcək. Məsafə eyni sahə və eyni cərəyan qiymətləri eyni. Deməli, qüvvələr bir-birinə bərabər olduğuna görə 3-ə təsir edən qüvvələr biri yuxarı, biri aşağı eyni qiymətlə təsir olduğuna görə ikinci cərəyan naqilə təsir edən deməli, ikinci naqilə təsir edən qüvvə amper qüvvəsiz əvəzləyicisi 0 olacaq. Yəni, biz 2-yə rahatlıqla Y variantını seçə bilərik. Gəldik 1-ə. 1-ə təsir edən qüvvə yuxarı olduğuna görə 1-ə təsir edən qüvvəni yuxarı A yazacağım. 3-ə təsir edən qüvvə aşağı yönəldiyinə görə 3-ə də D. 1-ə A, 2-yə Y, 3-ə D. 97-yə baxırıq. 97 işlədiyimiz testlərdəndir. Sadəcə yenə baxıram. Uyğunluğu müəyyən edin. Şəkildə göstərilən naqil bir cisim maqnit sayəsində tarazlıqdadır. Tarazlıqdadsa yenə də mc ağırlıq qüvvəmiz var. Amper qüvvəsində tapıram. Tarazlıqdadsa təbii ki, onsuz yuxarı olmalıdır, amma siz sol əllə təyin edin. Yenə hər ehtimala qarşı sualda da səhv ola bilər. Deməli, bunlar tarazlıqdadır. Deyir, maqnit induksiyası 1 artdıqda. Maqnit induksiyası artırsa, amper qüvvəsi artır. Yəni, F amper artırsa, onda belə çıxır ki, naqil yuxarı hərəkət edəcək. 1-ə A. Sabit qaldıqda, demək, sabit qaldıqda nə baş verəcək? Amper qüvvəsi sabit qalar. 2-yə Y. Sonra deyir ki, azaldıqda, maqnit induksiyası azaldıqda, onda amper qüvvəsi azalacaq, naqil aşağı düşəcək. Aşağı hərəkət edər. 3-ə uyğundur, onda nə? Aşağı hərəkət edər. B. Deməli, A, Y, B seçdik. İndi gəlin baxaq görək bu C hansına uyğundur. Amper qüvvəsi artar. Təbii ki, bu uyğundur 1-ə. Çünki bayaq dedik. B artırsa amper İBL düsturuna görə artacaq. Naqilə təsir edən ağırlıq qüvvəsi azalar. Bu dəyişməyəcək. Ağırlıq qüvvəsinin dəyişəcəyi bir hal yoxdur. Çünki kütlə dəyişmir, sahə dəyişmir. Belə. Ona görə də heç bir variant uyğun deyil. Ondan sonra Y variantına baxıram. Amper qüvvəsi sabit qalar. Amper qüvvəsi sabit qalır. Elə burada maqnit induksiyası sabit olan halda. Yəni onu da seçmişdik. 1-ə AC, 2-yə Y, 3-ə B. 99-la yekunlaşdıraq. Deməli, 3 eyni cərəyan şiddətinə malik paralel naqil bir-birindən eyni uzaqlıqda bağışlayın yerləşdirilmişdir. Bu naqillər və onlara təsir amper qüvvələrinin əvəzləyicisinin istiqaməti arasında uyğunluğu müəyyən edin. İstiqamətlər arasında uyğunluğu müəyyən edin. Yenə də naqildən cərəyan 1 ilə 2-də eyni istiqamətdə axır. Bunlar bir-birini cəzb edir. Yəni 3 1-i özünə çəkir, 1 də 3-ü özünə çəkir. Aha. Gəlirəm 2 ilə 3-ə. 2 ilə 3-də qarşılıqlı təsir qüvvəsinə baxıram. 3 2-ni özünə çəkir, 2 də 3-ü özünə çəkir. Onda belə çıxır ki, 1-ə təsir edən qüvvə aşağı olacaq. Aşağı variantlıdır. 2-yə təsir edən əvəzləyici qüvvə 0 olacaq. 3-ə təsir edən qüvvə isə yuxarı olacaq. Yuxarı variant A-dır. Deməli, onda buna Y yazaq da. 1-ə D, 2-yə Y, 3-ə A. D, Y, A.